ve xülasə işlərin aparırlar qabağa və tavanını da biz veririk. Hər halda. Ərz edeyim xidmətinizə, bu kitabı ki, mən bu günləri mərifə edəcəm xidmətinizə, unvanı budur, Məcmuasar-ı Qələmiyyə Siğətül-İslam Şəhidi Təbrizi. Mirzəliyə Siğətül-İslam ki, Aşura günü şəhri Təbrizdə Rusların təriqi ilə darasıldı. Əlan da evi olub, nə mənə mərkəzi Nizami Pəjruhi və dostların biri bir seri bir söz demiş, bura bezayır ki, bir dənə mərkəzi mütalaatı ola filan ola, orada aş satırlar. Mütəəssifanə. Biz bu cürüqdə. Mirzəliyə Siğətül-İslam şeyxidir. Çünki bilirsiniz, Təbrizdə şeyxi o mütəşərri Kiraşad məzhəbi var, amma Şeyxiyyə Azərbaycan dostlar bilirlər ki, Şeyxiyyə Kirmanla mütəfavitdir. Bəzilərinin arasında bir istilah salıblar ki, elə Babiyyə də Şeyxiyyədən çıxıbdır. Bunlar da elə Babiyyətə dərhal göcürdər. Şeyxiyyə Azərbaycan, Roçni Rabi ki, Babonisindən çıxıb mütəfavitdir. Bəs bunu da diqqətimiz olsun ki, heç vaxt deməyək ki, çünki şeyxidir, elə şeyxilər ucur çıxır. Daha şeyxlərin etiqalı Azərbaycan şeyxiyyəsində mütəfavitdir. Atası Mirza Musa Siğətül-İslamdır, böyük dədəsi Mirzə Şəfiya Təbrizidir və Təbrizdə dərs oxuyub gedib Nəcəfə filan gəlir. Bunun ömrü, yəni mütəvəllidi 1277-dir, əlbəttə şəmsi və 1239-da da ya 1330-u qəməridə də Təbrizdə Aşura günü dara çəkilir. Yəni, Morgan Şosteri o ixtinaqı yanında deyir ki, əgər müqayisə eləsək, elə bil, məsələn, Mustafa Ərzəm, məsələn, İngilistanı gətiribsən, Ruzi Eydi Paşda dara çəkəsən. Bu, yəni bu qədər. Və xobala nə ittifaqlar düşüb, o gün bu ittifaq düşüb, özü ilə bizim şəhrimizdə bir cay sual. Bu kitab Nüsrətullah Fərti salı 1354-də gedib bu Siğətül-İslam rəhmətlinin xanavadəsindən sənədləri, namələri filanları alıb və onları dərqalı bir dənə kitab təhdid ünvanı Məcmuasar-ı Qələmiyyə çap edib. Bu kitabda ərz edeyim xidmətinizə neçə qisməti var. Biri Məcmuəli Həvadis-i Yevmiyyədir. 109 dana naməsidir Siğətül-İslamın. Müxtəlif adamlara yazıb. Məhəmməd Əli Şaha yazıb, Ərz edeyim xidmətinizə Eynət Doğruya yazıb, Nəcəfdə olan alimlərə yazıb və ayrı bir. Neçə dənə risaləsi var. Əz cümlə məsələn Risalə-i İslam, Siyasət və İqtisad ki, orada gəlib kulli camənin, Əqşar camənin vəzifələrini tərifləyib. Bir dənə risaləsi var, Tərəqqi məmləkəti bir mal əstu, təhsil mal ba elm. Bu zamanın söhbətidir, indinin söhbətidir. Yəni, hesablayın, siz bir 120 il bundan qabaq bir nəfəri vardı Təbrizdə, ki, indiki Təbriz oxşamır. Onda bu sözü deyir ki, Tərəqqi məmləkəti bir mal əst, yəni səncə iqtisadın ola əvvəlcə sənin iqtisadın ola. Sonra iqtisadı neynəyəsən, iqtisadı həmən ilə ələ gətirə bilirsən, elmlə ələ gətirə bilirsən. Bu bir risalədir ki, bu cür başlayır da, yazır İndo-Qəziyyəz bədihiyyat uğuləstu, heç ağili münkiri İndo-cümlə nətvanət şud və güzəştə az bidahəti təsəvvuriyan hiss و vicdan şahid برهان است که ترقیات مهیر وقوع ملل خارجه از نتایج علم است. Bu şey kəlanda bizim camiədə mütəəssifanə təqribən demək olar qəribdirlər. Elm adında bizzat elə bir cinə dəmir görsətsin. Məsələn, mənim o yerdən elmdən deyəndə elə bir nisbəti mən o elm elə bir cinə dəmir xasiyyətli. Və çiğrədəstliyi anan bər həmdigar o təsəllüt-ü kesir nüfuzuşan az nətayicə seyirlərdir. Yəni, iki dananı bir-birinin yanına qoyun, görürsün, bir dənə nəzəriyyə çıxıb bir hər vaxt. Sənin əmniyyətin oldu camiədə, dərsayə əmniyyət sohbat oldu. Sohbatın sayəsində iqtisadın olacaq, iqtisadın sayəsində nə mən olacaq. Sən o heyləm-i mazlu kimi geyəcəksən, üstü məqali deyil edəcəksən. Və Risalə o məqaləyi در مورد intihabat var idi ki, intihabat gerək nə cür ola, intihabat nə şəraitdə ola. Və bunlardan və Siğətül-İslamın şahkar fikrisi
və əsəri ki, vaqəən indi də qabil bərrəsidir və gərək də bərrəsi olur. Risalə-i təhت ünvanı Risalə-i Lalan. Lallar. Bu risaləni der difa az məşrutiyyət yazır uləma-i Nəcəfə. Ya bizim istəyimiz budur. Biz bunu istəyirik. Məşrutiyyət yəni bizim nəzərimizdən yəni bu. Biz nə laməzhəbıq, nə babiyıq, nə xilafkarıq, nə bir qol bəzilər demək istəyirik məmləkəti parçalayaq, nə filan elə. Biz belə istəyirik deyək ki, bizim istəyimiz budur. Deyirik ki, fərz misal intixabat olsun, qudrət-i padişah mütləqəlikdən çıxsın, biri zillullah olmasın, biri fəraqanunu, bir mövcud olmasın, filan olmasın və hətta gəlir nəhvə intixabı mətrəh eləyir. Nə cür intixab olsun? Məsələn, əvvəlin dəfə Şərh-i-Siqətül-İslam gəlir həqqi rəy-i zənandan söhbət edib o zaman məşrutiyyətdə. Bir teydad israr eləyirlər ki, hamı gərək rəy verdi, xubunda hamı bizə rəy versə, səğil o, kəbil o, filan o, filan. Çünki də məşrutiyyətdə 6 yerə bölünmüşdülər. Mərdumu ki, eləyə bilirlər, təbəqat-ı şeşqanə rəy verə bilirlər. Siqətül-İslam deyir, qərar bunlar rəy verir, bəs xanımlar nədir olsun, bunlar da gərək rəy verirlər. Məsələn, bir iki sərvəti bu həddədə eləyə bilər, rəy versin, ya nə iş görsün. Bəs əsas bu Risalə-i Siqətül-İslamdır ki, bu cür başlayır. O uləma-i Nəcəfə bu cür yazır. Yazır, ani ki, zəban-ı bi-zəbanan dani, əhval-ı dili, şikəsti qalan dani, gər xanə məsud, sinə-i suzan şenəvi, vər dəmnəzənəm, zəban-ı lalan dani. Və başlayır yazır ki, bizim müşkülatımız Təbrizdə bu işlər görmüş, məclis istəyirik və o sözlər işi yollar içərisində. Bəray əvvəlin var İran tarixində biz bir dənə ruhani, mütəfəkkir Azərbaycanda göz gəlir, deyir ki, məmləkətdə gərək təfkiki qova qail olasan. Quvve-i müqənnənə, quvve-i qəzaiyə və quvve-i mucriyyədi. Bunlar heç birisi bir işində dəxalət eləməyər. 120 il bundan qabaq bu Təbrizdə ki, o zaman bəziləri ya ayrı bir yerlərdə söhbətlər ayrı bir zəbdandır. Bunu gətirib təfkiki qova məsələsini gəlir mətrəh edir, uləma-i Nəcəfə yazır ki, onlar məşrutiyyətdən himayət eləsin. Aydın bir axırda himayət edir beləmi? Bəli, uləma-i Nəcəf cüzü o dəstə uləmadırlar ki, bərxilafı bir teydad uləma-i daxili, hətta məşrutiyyətdən və mərdumdan himayət edir. Səttarxanın da bir məruf cümləsi var da, ki, mütəəssifانə biraz deyilmək istəyirəm, Həzrət Əbülfəzlin pərçəmin altında olan neçə məmləkət və ya deyir ki, mənim uləma-i Nəcəfin fətvası cibimdə. Salib bir irtibatdır da bizim Təbriz, Nəcəf, İstanbul, bir dənə bir müsəlləs biz düzəssaq məşrutiyyət zamanı bizim çox calib bir hərəkət olur. Təbriz bu ünvanı mərkəz inqilabdır. İstanbulda Əncüməni Səadət İraniyan Muqim İstanbul vardılar ki, İstanbulda, əlan da dostlar təşrif aparsalar İstanbulda Xan Validə sarayı deyirlər. Xan Validə ki, orada yeri var bir dənə məsələn, bir dənə mərkəzi fərhəngiyə təbdil olan və uləma-i Nəcəf, yəni müşkülat mətrəh olurdu, Əncüməni Səadətin tərəfindən müntəqil olurdu. Məmalik Urupaiya, paytəxtlar Urupaiya və onun poştuvani, məzhəbi və sünnətisi də uləma-i Nəcəfidir. Axund-ı Xurasanidir, Tehranidir və Mazəndəranidir ki, o zaman Nəcəfdə bunlar uşlanan mərufda uləma-i Siqaniyə ki, vaqəən də himayətləri açıq himayətidir. Ərz etməksə, mən bir şuur bu söhbətlərindən oxuyayım da, vaxtınızı çoxalım. Rəhmətli Şərh-i-Siqətül-İslam bu əsərdə müxtəlif, məsələn, biz buna baxanda kitabı görürük ki, bunda kulli, ayat o, zərbul məsələyə ərəbi var. Özü də özü sahibi qələmdir, özü sahibi əsərdir, Besur Şərifə yazıb, ərz edeyim hükmətsə, tarix həmkəniyə şərifə yazıb. Və ayrı, məsələn, bu adam o zaman Məcəlli Əl-Muqtədif-i Misrə məqalə yollayır. Təbrizdən Əl-Muqtədif-i Misr cübdənə
Ərəb dünyasında bir zaman Misirdə və Beyrutda çap olundu və çox məruzdur, ona məqalə yollayır. Onda yazır, nəzəratı mətrəh edirlər. Məsələn, indi biri oturub burada, məsələn, Amerikada bir dənə bir nəşriyyədə məqalə yazır və xanəvadə edirlər ki, vaqəən, məsələn, bunların öz həyatında oğlu gedir Tehranda və sonra gedir Parisdə, bunlar təhsil alırlar və xandanı Siğətül İslamı Təbrizdə, Təbrizdə, Kulli İranda mənşəyi xədəmat olur. Bunda çox əmsal ərəbi var. Yəni, bu adam zəban ərəbidə sözü var demək var. Və ədəbiyyat söhbətində çox gözəl işarələri var. Məsələn, şeirlərindən bəzisindən deyir, məsələn, der məstəbə eşq, tənəun nətəvan kərd. Ger balişi zərnist, besaziyim bi xeşti. Halı ya fikri səbu kon ki, porez var. Bunları yazır. Ya mətləblərin əvvəllərindədir, ya mətləbin ağırını istəyib yazar və sözüm ondan neyniyə? Təkmillədə. Buna bilməm, ədəbiyyatda qəşəng bir istilə. Bağlı olur da. Bəli, bəli. İnadət üçün, əsən Təbriz, Məktəb Təbriz otağı fikri İran olur hər zaman. Yəni, Siğətül İslam zamanında otağı fikri İran olur. Bunu deyir ki, elə həman o rəhmətli Siğətül İslam bu kitabda yazır. Anki daim həvəsi suxtəl imami kərd. Kaş miyamət az dur təmaşa mikərd. Əgər məcnun şəvəm, bu sahibində, əgər məcnun şəvəm, mən əmməkun. Həq ba mən əslimişəm. Bir dənə bir nəfərə namə yazır, biraz tünd yazır, axirində bunu yazır ki, baba, valla, bunlar hamısı nə deyirlər, zəbdən, dərddən deyib, söhbətlər hamısı bu şəraitdə. Əz lə'li ləbət, əz ləbi lə'li tuqanəyəm bi təmaşa. Bunlar hamısı bu kitabdadırlar. Sonra hissələnir, bəzi adamın əlindən o muzecizliklərin, bəzi törmətlər filanlar, axir yazır ki, Zə sodageran gər imanda əst, Zə ozay hucri dər imanda əst. Bazarın vəziyyəti filanı yazcaməm. Ya gəlib, məsələn, Türki bir seri zərbül məsələlər işlədir. Məsələn, biri budur, hala şayad biraz üzr istəyəcəmdir. Məsələn, Təbrizdə deyərdilər, ya bəzi adamlar deyərdi ki, sözü də baba, qıssatlar. Ona deyərdilər ki, baba, zırnasını salma, sözündür. Yəni, nəm şahibni, xadanibni, filanı, onu götür, bir cümlə nə mənə istəyirsən mənə deyəsən, bunu deyir. Və sonra deyir ki, Azərbaycan həmişə bu xitab-ı pirahəni tən sərəfraz bud. Yəni, Azərbaycana Qacar dövrü deyərdilər ki, Azərbaycan Qacarın əyninin köynəyidir. Yəni, İranın köynəyidir. Yəni, bir adamın köynəyini çıxarsan, o lütq olar. Bir Azərbaycan ki, həmişə bu xitab-ı pirahənətən sərəfraz bud. Hala çira bayad. Tarıqud əşərsəm Çinan boksələt. Həqiqən ilə 3 ayı Usta Cəzi burada durdular və dostlar da mötəqiddirlər. Çinan Tarıqud əşərsəm Çinan boksələt ki, muhtaz bir Suzən İsa və nəxi Məryəm şəhər. Bu bizim Şəhid Siğətül İslamın bu kitabda yazdıqlarıdır. Bu kitab qəbl əzincahla bu zada gələ mərhəliyə. Buna bir seri izafi sənədlər biz özümüz tapıb və tazada tapılıb sənədlər, onları izafələşirlər. Bir dənə qəvi fehristə əlamı var. İnşallah Allah deyən olsa Mərkəzi Pəjvəyi Şura İslami şəhərində çıxacaq və dostların xidmətlərinə təqdim olunacaq. Mən bəxtinizi çox aldım, başınızı ağrıtdım, şeirdən uzaqlaşsam biraz güzəşdi.